Hər vaxtınız xeyir yoldaşlar. Bugündən etibarən konstitusiya qanunvericilikdə ümumi biz video dərslərlə davam edəcəyik sizlərlə. Bu günləri konstitusiyanın ilk 23 maddəsi ilə tanış olacağıq. Konstitusiyamızdan ümumilikdə imtahana neçə sual düşür? Biz konstitusiyada 158 maddə ilə tanış olacağıq. Və bu 158 maddədə nə az nə çox BB kateqoriyasında 10-11 sual, BA kateqoriyasında 8-9 sual, AC kateqoriyasında isə 6 sual bizə ünvanlanacaq. Dərsləri qeyd elədikcə mən sizə əsas olan maddələri izah edəcəm. Təbii ki, bütün maddələrdən suallar ünvanlana bilər. Sadəcə ən çox baza suallar hansı maddələrdəndir və hansı maddələrdən mütləq qayda sualınız var, mən onları da sizlərlə bölüşəcəm. Bugün ilk 23 maddə ilə tanış olacağıq. Konstitusiyamız nə zaman qəbul olunub? 1995-ci il 12 noyabr tarixində. Nətəri qəbul olunub? Ümumi xalq səsverməsi referendum yolu ilə. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sədrliyi ilə yeni konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanıb və ümumi xalq səsverməsi referendum yolu ilə qəbul olunmuşdur. Konstitusiyamız nə zaman qüvvəyə minib? 27 noyabr 1995-ci il. Diqqətli olursunuz, qəbul olunma tarixi 12 noyabr 1995, 27 noyabr 1995 isə qüvvəyə minmə tarixidir, yəni dərc olunma tarixidir. Konstitusiyamıza ilk dəyişiklik olub 2002-ci il avqust ayının 24-də. Birinci dəyişiklik və əlavə olub, dəyişiklik və əlavə 2009-cu il mart ayının 18-də, ikinci dəyişiklik və əlavə olub 2016-cı sentyabr ayının 26-sında. Diqqətli olursunuz, bu illər arasında 7 il fərq var. İlləri belə yadda saxlaya bilərsiniz. 1995-ci ildə qəbul oldu, üstünə 7 gəlsi. 2002-ci ildə ilk dəyişiklik oldu, üstünə 7 gəlsi. 2009-da birinci dəyişiklik və əlavə oldu, üstünə 7 gəlsi. 2016-cı ildə ikinci dəyişiklik və əlavə oldu. Bu 7 ilin bir mahiyyəti, əhəmiyyəti varmı? Heç bir mahiyyəti yoxdur, sadəcə bir təsadüfdür. Və yadda saxlayırsınız ki, 2 dəfə əlavə olub, 3 dəfə dəyişiklik olub. Sizdən soruşsa ki, ilk əlavə nə vaxt olub? 2009-cu ildə. İlk dəyişiklik nə vaxt olub? 2002-ci ildə. Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçiliğini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında, konstitusiya haqqında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığını təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə niyyətlərini bəyan edir. Bu cümlə biraz böyük ola bilər sizin üçün. Nətər yadda saxlayarsınız bunu? Özcə suallar verərək. Azərbaycan xalqı nəyi əsas götürərək, dövlət müstəqilliyi haqqında, konstitusiya haqqında əks olunan prinsipləri əsas götürərək, Azərbaycan xalqı nəyi arzulayaraq, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, nəyi istəyərək, ədalətin, azadlığın, təhlükəsizliyin bərqərar edilməsini istəyərək, nəyi anlayaraq, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə niyyətlərini bəyan edir. Xalqımızın 6 ülvi niyyəti var. Bunlar hansılardır? Dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qorumaq. Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən, hüquqi dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqliyyət səviyyəsini təmin etmək, ümumbəşər dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitini yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. Bura qədər danışdıqlarımız konstitusiyamızın preambulası, yəni giriş hissəsidir. Sizdən sual oluna bilər ki, bu hissələr konstitusiyamızın maddəsidirmi? Xeyr. Bəs bu ülvi niyyətlər konstitusiyamıza qəbul oluna bilərmi? Bəli, referendum keçirmək yolu ilə konstitusiyamıza qəbul edə bilərik. Konstitusiyamız ümumilikdə 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. 5 bölmə, 12 fəsil və 158 maddə. Birinci bölməmiz ümumi iddialar, birinci fəslimiz olacaq xalq hakimiyyəti. Maddələrin nömrələri zəruri deyil, bu tipdə suallar sizə ünvanlana bilməz. Lakin hansı maddədə
hansı müddəa, hansı maddədədir? Bunu bilməyiniz vacibdir. Və hansı bölmədə, hansı fəsildən söhbət gedir, hansı maddə, hansı fəsildədir, biz bunları da öyrənməliyik. Birinci fəslimiz olacaq xalq hakimiyyəti və hakimiyyətin mənbəyi. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Dövlət hakimiyyətinin yeganə mənbəyi kim oldu? Azərbaycan xalqı. Azərbaycan xalqı dedik. Bəs Azərbaycan xalqı kimlərdən ibarətdir? Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, dövlətimizə və qanunlarımıza tabe sayılan vətəndaşlarımızdan ibarətdir. Bu da beynəlxalq hüquqda müəyyənləşdirilmiş normanı istisna eləmir. Birdən sizə sual ünvanlandırar ki, Azərbaycan xalqı yalnız Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlardan ibarətdir. Xeyr, ərazidə və ərazimizdən kənarda yaşayan, dövlətimizə və qanunlarımıza tabe sayılan vətəndaşlarımızdan ibarətdir. Xalqın suveren hüququ. Nədir xalqımızın suveren hüququ? Sərbəst və müstəqil öz müqəddəratını həll etmək, taleyini həll etmək və öz idarə etmə formasını müəyyən etmək xalqın suveren hüququdur. Bəs xalq suveren hüququ necə həyata keçirdi? Bilavasitə ümumi seçilməsi, referendum və ümumi bərabər birbaşa seçki hüququ, sərbəst şəxsi gizli səs vermə yolu ilə. Seçki hüquqları hansılar oldu? Ümumi, bərabər və birbaşa. Səs vermə yollarımız hansılar oldu? Sərbəst, gizli, bir də şəxsi. Danışaq nədən yoldaşlar? Ümumi xalq səs verməsi referendum. Bu maddə bazı sualları çox olan maddələrdən biridir, referendum. Hansı məsələlər, biz burada öyrənəcəyik 3 sualın cavabını. Hansı məsələlər referendumdan həll edilə bilər? Hansı məsələlər yalnız referendumdan həll olunur? Hansı məsələlər referendumdan həll oluna bilməz? Yadda saxlayırsınız ki, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumdan həll edə bilər. Öz hüquq və azadlıqları desə yanlışdır. Hüquq və mənafeləri ilə bağlı. Hansı məsələlər yalnız referendumdan həll oluna bilər? Konstitusiyamızın qəbul edilməsi və ona dəyişikliklərin edilməsi. Diqqətli olsunuz, bunu əvəzləyirlər ki, konstitusiyamıza qəbul edilməsi və ona əlavələrin edilməsi. Əlavələr referendum yolu ilə yox, konstitusiya qanunları formasında olur. Hansı ki, biz bunu konstitusiyanın yekunlarında daha geniş şəkildə öyrənəcəyik. Dəyişiklik, bir də qəbulu. Bir də dövlət sərhədlərinin dəyişdirilməsi. Bazı suallardır. Dövlət sərhədlərinin müəyyənləşdirilməsi. Müəyyənləşdirilmə yox, yadda saxlayırsınız ki, dəyişdirilmə. Bu iki məsələ yalnız referendumla həll edilən məsələlərdir. Bəs hansı məsələlər referendumla həll edilə bilməz? Vergilər və dövlət büdcəsi, amnistiya və əfv etmə, seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq, diqqətli olursunuz, qanunvericilik və ya icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və yaxud da təsdiq edilməsi. Bu məsələlər isə referenduma çıxarıla bilməz. Vergilər və dövlət büdcəsində biz tanış olacağıq konstitusiyada, icra hakimiyyəti bölməsində, amnistiyanı biz görəcəyik 95-ci maddədə, əfv etməyi görəcəyik 109-cu maddədə prezidentin səlahiyyətinə aiddir və 3-cü müddəada, 3-cü bənddə hansı ki, burada və ya var, elə bilərsiniz bu və ya səhv düşüb, səhv düşməyib, yəni hər ikisi doğrudur. Nə tər olur bu? Məsələn, deyək ki, yerli icra başçılarının vəzifəyə təyin olunması. Biz 124-cü maddədə öyrənəcəyik ki, yerli icra başçılarını vəzifəyə təyin edir Azərbaycan Respublikasının prezidenti. Prezident özü tək təyin edir. Burada vəyanı əsas götürür. Vəyanı. Və biz məsələn, öyrənəcəyik baş nazirin vəzifəyə təyin olunmasını isə baş nazir vəzifəyə təyin edir. Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının prezidenti. Burada vəni əsas götürür. Baş nazirin vəzifəyə təyin olunmasında həm qanunverici hakimiyyət orqanı, həm də icra hakimiyyət orqanı, hər ikisi iştirak edir. Burada vəni əsas götürür və odur ki, prosesdə hər iki subyekt iştirak edir. Yerli icra başçılarının vəzifəyə təyin olunması isə Azərbaycan Respublikasının prezidenti iştirak edir sadəcə. Burada isə vəni əsas götürür. Xalqı təmsil etmək hüququ. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət eləmək hüququ yoxdur. Təmsil etmək, danışmaq, bir də müraciət eləmək. Xalqın seçdiyi səlahiyyətli nümayəndə prezident deyə bilərik, deputatlarımızı deyə bilərik.
Desə bələdiyyəni xalq seçmir. Bələdiyyənin üzvlərini əhali seçir. Bazı suallar var. Bələdiyyələrin xalqı təmsil etmə hüququ yoxdur. Xalqın vahidliyi. Azərbaycan xalqı vahiddir. Azərbaycan dövlətinin təməlini nə təşkil edir? Xalqımızın vahidliyi. Və Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. Bu hissədən də bazı sual var. Yazır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş vətəndaşlarının ümumi və bölünməz vətənidir. Xeyr, bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və heç bir şəxs hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsini mənimsəyə bilməz. Xalqa qarşı ən ağır cinayət hesab olunur hakimiyyətin mənimsənilməsi. Çünki biz birinci maddədə öyrəndik ki, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Və 6-cı maddədə deyirik ki, hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. Bu birinci fəslimiz. Danışaq ikinci fəslimizdən dövlətin əsaslarından. Azərbaycan dövləti nətər bir respublikadır? Demokratik, hüquqi, dünyəvi, unitar. Demokratik, hüquqi, dünyəvi, unitar. Dövlət hakimiyyətinin daxili məsələləri yalnız hüquqla, xarici məsələlərimiz isə yalnız tərəfdar çıxdığımız beynəlxalq müqavilədən irəli gələn iddialarla məhdudlaşır. Diqqətli olursunuz, yalnız hər iki tərəfdə var. Daxili məsələlər yalnız hüquqla, xarici məsələlər isə yalnız tərəfdar çıxdığımız beynəlxalq müqavilədən irəli gələn iddialarla. Əgər sizdən soruşsa ki, daxili məsələlər yalnız qanunla məhdudlaşır, yanlış olacaq. Niyə görə? Çünki qanun məhdud anlayışdır. Hüquq daha geniş anlayışdır. Hüququn içərisində qanunlar var, konstitusiya qanunları var, konstitusiyamız var, referendum aktlarımız var, prezidentin fərmanları var, Nazirlər Kabinetinin qərarları var və s. Dövlət hakimiyyəti hakimiyyətlərin bölünmə prinsipi əsasına həyata keçirilir ki, 3 yerə bölünür. Qanunverici hakimiyyəti, icra hakimiyyəti, bir də məhkəmə hakimiyyəti. Qanunverici hakimiyyətini Milli Məclis həyata keçirir. İcra hakimiyyəti prezidentə mənsubdur. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Buradan da yadda saxlayırsınız, testlərdə ünvanlandırırlar. İcra hakimiyyətini prezident həyata keçirilir. Xeyr, prezidentə mənsubdur. İcra hakimiyyətinin strukturu bizdə 3 yerə bölünür. Bunu da qeyd edeyim, yadınızda saxlayın. Yuxarı icra hakimiyyət orqanı, bu Nazirlər Kabinetidir. Mərkəzi icra hakimiyyət orqanı, bu nazirliklər, komitələr və onlara bərabər tutulan dövlət orqanlarıdır və yerli icra hakimiyyət orqanları, bu rayon, şəhər icra hakimiyyət orqanlarıdır. İcra hakimiyyətini həyata keçirən bunlardır. Bunlar hamısı kimə mənsubdur? Azərbaycan Respublikasının prezidentinə mənsubdurlar, ona tabidirlər, onun qarşısında cavabdehdirlər. Konstitusiyamızın müddəalarına əsasən qanunverici icra və məhkəmə hakimiyyəti orqanları qarşılıqlı fəaliyyət göstərirlər və səlahiyyətləri çərçivəsində müstəqildirlər. Dövlət başçısı. Dövlət başçımız kimdir? Azərbaycan Respublikasının prezidenti. Ölkənin daxili və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Prezident xalqın vahidliyini təcəssüm etdirir. Dövlətçiliyin varisliyini təmin edir. Nəyin təminatçıdır deyəndə, dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə riayət olunmasının, bir də məhkəmə hakimiyyəti müstəqilliyinin təminatçısıdır. Belə bir bazı sual var. Dövlətçiliyin varisliyini də qatırlar bunların sırasına. Bəli, onu da götürə bilərik. Təmin edir, təminatçıdır. Demək olar ki, eyni anlayışdır. Cümlənin məğzi dəyişmir. Silahlı qüvvələr. Azərbaycan Respublikası silahlı qüvvələr yaradır. Hansı məqsədlə? Öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədinə. Silahlı qüvvələr nədən ibarətdir? Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən. Azərbaycan Respublikası müharibəni rədd edir. Nəyə görə rədd edir? Başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Silahlı qüvvələrin Ali Baş Komandanı Azərbaycan Respublikasının prezidentidir. Diqqətli olursunuz, bəzi suallarda konkret olaraq bir neçə maddə işlənir sualın içərisində. Məsələn, sizə sual ünvanlanır ki, silahlı qüvvələrin Ali Baş Komandanı məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Doğrudur, yoxsa yanlışdır? Bəli, doğrudur. Silahlı qüvvələrimizin Ali Baş Komandanı Azərbaycan Respublikasının prezidentidir. Məhkəmə hakimiyyəti müstəqilliyinin təminatçısı da Azərbaycan Respublikasının prezidentidir. Başqa bir nümunə deyirəm. Sual verir ki, silahlı qüvvələrin Ali Baş Komandanı
siyasi sığınacaq məsələlərini həll edir. Doğrudur, bəli. Silahlı Qüvvələrin Ali Baş Komandanı prezidentimizdir. Biz bunu 9-cu maddədə öyrənirik. Siyasi sığınacaq məsələlərini həll edən Azərbaycan Respublikasının prezidentidir. Bunu da öyrənəcəyik 109-cu maddəmizdə. Keçdik nəyə yoldaşlar? 10-cu maddəmiz beynəlxalq münasibətlərin prinsipləri. Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərinə tərəf qurur. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasən. Diqqətli olursunuz. Əgər sizə sual ünvanlansa ki, başqa dövlətlərlə münasibətlərini qurur, tərəfdar çıxdığımız beynəlxalq müqavilələr bu yanlışdır. Çünki elə bir ölkə ola bilər ki, bizim onunla heç bir belə deyək, müqaviləmiz olmasın, ortaq müqaviləmiz olmasın tərəfdar çıxdığımız. Lakin biz həmin dövlətlərlə də beynəlxalq hüququn təməl prinsiplərinə uyğun əlaqələr qurmalıyıq. Ona görə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında quracaq. Ərazimiz vahiddir, toxunulmazdır və bölünməzdir. Ərazimizin tərkib hissəsi nələrə aiddir? Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsi və üzərindəki hava məkanı. Daxili sular deyildir, nələr nəzərdə tutulur? Çaylar, göllər və su anbarları. Ərazimiz özgənkiləşdirilə bilərmidirsə, deyəsiz özgənkiləşdirilə bilməz. Bəs dövlət sərhədlərimiz dəyişdirilə bilərmi? Bəli, dövlət sərhədlərimiz dəyişdirilə bilər. Yalnız Milli Məclisin qərarı ilə bütün əhali arasında referendum keçirmək yolu ilə. Xalqın iradə əsasına. Diqqətli olursunuz. Sizə sual ünvanlana bilər ki, Milli Məclisin qərarı ilə dövlət sərhədləri dəyişdirilə bilər. Bu səhvdir. Milli Məclis qərarı sərhədin dəyişdirilməsi ilə bağlı qəbul eləmir. Milli Məclis qərarı referendumun keçirilməsi ilə bağlı qəbul edir. Biz 95-ci maddədə Milli Məclisin səlahiyyətlərindən, həll etdiyi məsələlərlə tanış olunu görəcəyik ki, referendumun təyin edilməsi Milli Məclisin səlahiyyətinə aiddir. Milli Məclis referendumun təyin edilməsi ilə bağlı qərarı qəbul edir. Sərhəddi dəyişdirən kimdir? Azərbaycan xalqı. Dövlətin ali məqsədi. Nədir dövlətimizin ali məqsədi? İnsan və vətəndaşın hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının isə layiqli həyat səviyyəsini təmin etmək dövlətin ali məqsədidir. İnsan və vətəndaşın hüquq və azadlıqlarıyla Azərbaycan Respublikası vətəndaşları anlayışı arasında nə kimi fərq var? İnsan və vətəndaş dedikdə burada əcnəbilər vətəndaşlığı olmayan şəxslər də nəzərdə tutulur. Yəni bütün insanlar. Azərbaycan Respublikası vətəndaşları dedikdə yalnız öz vətəndaşlarımızdan söhbət gedir. Və insan və vətəndaşın hüquq və azadlıqları tətbiq olunur tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə uyğun olaraq. Mülkiyyət maddəsindən danışaq. Konstitusiyada bəzi maddə olacaq ki, bir-birinə oxşar olacaq. 13-cü maddəmiz mülkiyyətdir. Biz 29-cu maddəni keçəndə görəcəyik ki, o da mülkiyyət hüququ maddəsidir. Aktlar bir-birinə oxşardır, müddəalarını fərqləndirəcəyik. Biz 13-cü maddədə 3 müddəa ilə tanış olacağıq. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin 3 növü var. Dövlət mülkiyyəti, xüsusi mülkiyyət, bir də bələdiyyə mülkiyyəti. Mülkiyyətdən insan və vətəndaşın hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeyi və şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Bu müddəalar öz əksini tapır mülkiyyət maddəsində. Qalan digər müddəalar isə əmlakla bağlı, mülklə bağlı, hamısını biz 29-cu maddədə görəcəyik. Təbii ehtiyatlar kimə mənsubdur yoldaşlar? Təbii ehtiyatlar mənsubdur Azərbaycan Respublikasına. Nətəri mənsubdur? Hər hansı fiziki və yaxud hüquqi şəxsin hüquqlarına və yaxud da ki, mənafelərinə xələl gətirmədən. Diqqətli olursunuz, suallarda mənafe sözünü azadlıq sözünün əvəz edirlər. Hüquq və azadlıqlarına desə səhvdir. Hüquq və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. İqtisadi inkişaf və dövlət. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı əsaslanır müxtəlif mülkiyyət növlərinə. Hansı ki, müxtəlif mülkiyyət növü deyilinə nəzərdə tutulur. Dövlət, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti. Və əsaslanır nəyə? Xalqın rifahının yüksəldilməsinə. İqtisadiyyat müxtəlif mülkiyyət növlərinə əsaslanaraq inkişaf edir və inkişafın nəticəsində nə olur? Xalqımızın rifahı yüksəlir. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönlü iqtisadi inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir və iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. İnhisarçılıq nədir? Monopoliya. Bir sahənin bazarda konkret olaraq kiminsə əlində cəmləşməsi ki, dövlətin buna qarşı siyasəti var. Sosial inkişaf və dövlət. Azərbaycan dövləti, xalqının və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onların sosial müdafiəsi
və layiqli həyat səviyyəsinin qayğısına qalacaq. Və Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir. Ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Ailə, uşaqlar və dövlət. 17-ci maddəmiz. Burada bəzi müddəalar olacaq ki, bir çox namizədlər 34-cü maddədə nikah hüququna qarşıdıracaq. Mən onları vurğulayacağım hansılardır. Cəmiyyətin əsas üzəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirməsinə dövlət nəzarət edir. Biz bu müddəanı bir də görəcəyik 34-cü maddədə. Uşaqların qayğı göstərmək, onları tərbiyə etmək, orada görəcəyik valideynlərin həm hüququdur, həm də borcudur. Bizdən soruşsa ki, valideynlərin borcudur və yaxud da hüququdur, yanlışdırmı, düzdürmü? Hər ikisi doğrudur. Bizim borclarımız vəzifələrimizdir və bütün vəzifələrimiz hüquqlarımızdan yaranır. Amma belə bir bazı sual var. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bu hüququn və borcun yerinə yetirməsinə dövlət nəzarət edir. Bu artıq yanlışdır. Borcun yerinə yetirməsinə dövlət nəzarət edir. Valideynlər və qəyyumları olmayan, valideyn qayğısına məhrum olmuş uşaqlar dövlətin himayəsindədir. Uşaqları hansı fəaliyyətə cəlb etmək qadağandır. Onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Diqqətli olsun, bazı sual. Deyir, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qanunda nəzərdə tutulmuş hallarda qismən mümkündür. Xeyr, yanlışdır. Qadağan olmalıydı. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər bir mənalı qaydada. Diqqətli olsun, bazı sual deyir. 15 yaşına çatmamış uşaqlar valideyn və qanun nümayəndələrinin razılığı ilə qismən əmək cəlb edilə bilərlər. Yanlışdır. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edəcək. Din və dövlət maddəsi. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Hansı ki, biz 7-ci maddədə dedik ki, biz dünyəvi dövlətik. Dünyəvi deyəndə, yəni din dövlətdən ayrıdır. İnsan ləyaqəti alçaldan və yaxud da insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, dini cəryanların yayılması və təbliği isə qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bir çox namizədlər bu müddəanı qarışdırırlar. Təhsil hüququ maddəsinə istinad verir bunun testlərdə. Xeyr, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu sadalanan müddəa din və dövlət maddəsinə aiddir. Pul vahidimiz manatdır. Pul nişanlarının tədavilə buraxılması və tədavildən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Tədavül nədir? Yəni dövrəyə buraxılması və dövrədən çıxarılması. Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir. Yəni kimsənin orada səhmi payı yoxdur. Və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Diqqətli olsun. Desək ki, manatdan başqa pul vahidlərinin işlədilməsi qadağandır, bu yanlışdır. Ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Dövlət borclarına qoyulan məhdudiyyətlər. Hansı borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz? Dövlətə qarşı qiyama, dövlət çevrilişində kömək məqsədinə alınmış borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz. Dövlət dilimiz Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dili inkişafını təmin edir və halin danışdığı başqa dillərin sərbəst işlədilməsini, bir də inkişafını təmin edir. Diqqətli olursunuz, bir dənə də müddəa əlavə olunur bura. Testlərdə görürük biz bunu, dimin testlərində. Hansı ki, yazır ki, dövlət dilini bilmək hər bir vətəndaşın borcu, Azərbaycan Respublikası vətəndaşın borcudur konstitusiyamıza əsasən. Bu yanlışdır. Əslində doğrudur. Dövlət dilini bilmək hər Azərbaycan Respublikası vətəndaşın borcudur. Belə bir müddəa var. Amma konstitusiya əsasən dilinə görə yanlışdır. Bu müddəa öz əksini tapır. Dövlət dili haqqında Azərbaycan Respublikasının qanunudur. Paytaxtımız hansı şəhərdir? Bakı şəhəridir. Və dövlət rəmzlərimiz. Dövlət bayrağımız, dövlət gerbimiz, bir də dövlət himnimiz. Dövlət bayrağımız 3 bərabər üfüqi enli zolaqdan ibarətdir. Yuxarı zolaq mavi rəng, orta zolaq qırmızı və aşağı zolaq yaşlı rəngdədir. Qırmızı zolağın hər iki üzündə ağ rəngli aypara və 8 güşəli öz əksini tapmışdır. Bayrağın eninin uzunluğuna nisbəti 1-in 2-yə nisbətidir. Uzunluğun enlə nisbəti neçədir desə, deyəcəksiniz 2-nin 1-ə nisbətdir. Yəni, en 10 cm olanda məsələn uzunluğu 20 cm olmalıdır. Dövlət bayrağının təsviridir. Dövlət gerbinin
təsviridir. Dövlət himninin musiqisi və mətni konstitusiya qanunu ilə müəyyən olunur. Dövlət rəmzlərindən istifadə qaydaları haqqında qanun var ki, biz bunu da videolarını paylaşacağız, baxacaqsınız. Bayraqdan istifadə qaydaları haqqında qanun, dövlət gerbindən istifadə qaydaları haqqında qanun və dövlət himnindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının qanunu. Bir də var, təsvirinin təsdiq edilməsi. Bu isə konstitusiya qanununa müəyyən olunur. Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında konstitusiya qanunu var, gerbin təsvirinin təsdiq edilməsi haqqında konstitusiya qanunu var, himnin musiqisi və mətnin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının konstitusiya qanunu var. Bu bizim ilk 23 maddəmizdir. Əgər hər hansı bir sualınız olarsa, rəylərdə yaza bilərsiniz. Digər hansısa bir mövzularda, çətinlik çəkdiyiniz mövzular varsa, həmin mövzularda rəylərdə qeyd edə bilərsiniz. Növbəti dərslərdə onlarla bağlı sizlər üçün video çarxlar hazırlayaq. Diqqətiniz üçün təşəkkür edirik.